Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ve selleme teslimen kesira. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Və qardaşımızı təbrik edirik. Hər iki tərəfi, həmçinin valideynlərin də olan bu xoş gündən. Təbii ki, ailə həyatı insan həyatında xoş günlərindən biridir. Həmçinin məsuliyyətlidir. Çünki insan ümumiyyətlə ailə quranda özündən asılı olmayaraq dəyişilir və hissilir artıq, məsuliyyət hissilir. Yəni, subay vaxtı kimi olmur artıq və artıq görür ki, kiməsə görə cavabdehdir və ailə həyatı insana təsirləyir. Və həmçinin ailə həyatında böyük xeyirlər var. Həm o xeyir insan fərdin özünə qayıdır, həmçində cəmiyyətə. Çünki cəmiyyət ailələrdən ibarətdir. Nə qədər ailələr möhkəm olsa, çoxalsa, o da cəmiyyət də möhkəmləşir, düzəlir. Əks halda isə cəmiyyətdə fəsad çox başalıb gedir. Ona görə dinimiz də bu məsələyə yer ayırıb. Quran, sünnə, həmçinin alimlərimiz fikir versəz, kitablarda da, fiqh kitablarında bu məsələyə fəsillər ayırıblar. Bu məsələyə aid olan məsələlərə fəsillər ayırıblar, müzakirə ediblər. Və bu onu göstərir ki, bunun mühümliyin. Və ümumiyyətlə dinimiz nəinki bu məsələdə, hər bir məsələdə yer ayırıb, danışıb, o məsələnin, o yolun, düz yolun göstərib bizə, islah eləyib və elə deyib ki, fəsad olmasın, fəsadı aradan aparsın. Çünki İslam əsas məqsədi islah eləmək üçündür. Ən birinci, ən böyük məqsədi İslamın budur. İslah eləyib, onu kamilləşdirmək, fəsadı aradan aparmaq və ya onu azaltmaq. Necə Şeyxülislam İbn Teymiyyə rahimehullah çox vaxt bu qaydanı gətirir ki, İslamın əsas məqsədi budur. İslah eləyib, onu kamilləşdirmək, çoxaltmaq və fəsadı aradan aparıb, onu azaltmaq. Və bu hər bir cəhətdən, əqidə cəhətindən, əxlaq cəhətindən, insanların münasibəti və s. ticarət, hər bir şey toxunub dinimiz. Və ən birinci də toxunduğu məsələlərdən necə bilirsiniz, Allahı düzgün tanımaqdır. Ən vacib olan məsələ budur, Allahı düzgün tanımaq. Və fikir versəz, Peyğəmbərlər öz qövmünə gələndə Allahı tanıyırdılar. Peyğəmbərlər elə qövmə gəlmirdi ki, onlar heç Allahı tanımırlar. Yox, tanıyırdılar. Sadəcə Allahı nə edirdilər? Şərik qoşurdular. Düzgün tanımırdılar. Deməli, Allahı tanımağın qaydası var. Yoxsa Peyğəmbərlər gəlməzdi. Əgər Allahı tanımaqla başqa obyektləri də tanısaydın, onunla kifayətlənsaydin, Peyğəmbərlər gəlməzdi. Lakin Peyğəmbərlər gəlirdi. Bizim Peyğəmbər də sallallahu aleyhi ve sellem gələndə Kəbənin ətrafında pir dolu idi. 400'ə yaxın. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gəldi, dedi ki, bunlar düzgün deyil. Yəni, Allah təkdir, yaradan odur, öldürən odur, ruzu verən odur. Hər şey o əlindədirsə, yalnız ona ibadət elə. Bunlara ehtiyac yoxdur. Lakin qövmi onu qəbul etmədi. Nə ki, onu bütün Peyğəmbərləri, hələ bütün Peyğəmbərlər əsas məqsəd elə bu idi dəvətində, tək Allaha ibadət eləmək, ona şərik qoşmamaq. Lakin insanlar qəbul eləmirdilər, bəzi Peyğəmbərləri öldürürdülər. Hələ hətta bizim Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər əziyyət çəkdi? Pirlərə görə, yəni şeyə görə, obyektlərə görə. Qovdular Məkkədən. Məkkədən çıxdı. Hətta öldürmək istədilər. Peyğəmbər sallallahu aleyhi ve sellem çıxanda Məkkəyə baxdı, dedi ki, vallahi, sən mənə ən sevimli şəhərsən, bütün şəhərlərin içində. Məkkəyə deyil. Qövmüm məni çıxartmasaydı, mən çıxmazdım. Məkkəyə çox sevirdi. Hətta Mədinəyə gedəndə də həmişə Məkkə tərəfə baxırdı. Allah Taala qiblə onda Yeruşalimə idi, Qüdsə. Allah Taala çevirdi qibləni Məkkəyə.
Və ona görə Peyğəmbərlər əziyyət çəkib bu dəvəti yaymaq üçün və Allahla bərabər, Allahın yanında nəyisə tuturdular. Onların vasitəsilə ibadət edirdilər, Allaha yaxınlaşırdılar. Bu da İslam da bunun əleyhinə olub. Əleyhinə olub dinimiz. Və bu üzərində böyük islahatlar aparıb dinimiz. Lakin çox təəssüf ki, təzdən o fikirlər qayıdır. Təzdən insanlar görürsən ki, Allaha ibadətdə elə başa düşüblər ki, bu təmiz deyil. Gedək kiminsə yanına, hansı pirə, tanışlıqla deyək ki, sən ged istə və ya Rabbi bunun xətrinə belə şeylər düzgün deyiləsin. İslamın Krişnaitlikdən, xristianlardan, yahudilərdən əsas fərqi nədir? Bizdə Allaha birbaşa deyirsən. Onlarda yox. Bu da bizim La ilahe illallahın mənasıdır. La ilahe illallahın mənası, yəni Allahdan başqa ibadətə layiq, haqq məbud yoxdur. Və Muhammed Rasulullah, Muhammed də sallallahu aleyhi ve sellem Allah tərəfindən göndərilmiş Rasuldur, haqq. Və sonuncudur, ondan sonra Peyğəmbər gəlməyəcək. O həm nəbidir, həm Rasul. Və bu İslamdır. Və bundan sonra bütün nə danışsın, hamısı bu iki dənə cümlənin, iki dənə kəlmənin ətrafındadır. Onunla bağlılığı var. Və nə vaxtda ki, onunla bağlılığı düz olacaqsan. Səhv olacaq səhv. Ona görə la ilahe illallah deyəndə o deməkdir ki, şirk eləmə. Muhammed Rasulullah deyəndə o deməkdir ki, bidət eləmə. Yenilik. Yəni, ümməti zəiflədən nədir, qardaşlar? Ən birinci şirk və şirkin bütün növləri və sonra bidət və bidətin bütün növləri. Yenilik. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, kim bizdən sonra bu dinə nə artırsa rədd olunur. Yəni, qəbul olunmur. Din hər kəsin ağlına görə deyil. Din artıq kamil idi Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında. Ona görə yenilik olmaz. Yenilik neyini? Bidət bölür, zəiflədir. Mani olur duanın qəbul olmağına, əməlin qəbul olmağına. Və İslam budur, qardaşlar. Tevhid, xalis tevhid. Şirksiz, şirki inkar etməklə və xalis Peyğəmbər sallallahu aleyhi ve sellem tabiçiliyi, bidəti inkar eləməklə. Və din budur. Ona görə nə qədər biz tutunsaq bu iki dənə məsələlərdən düzgün, vasitəsiz, inşallah dinimiz də möhkəm olacaq, o cür islah olacaq və nə qədər ki uzaqlaşacaq, başqa yollarını axtarsaq, islahı tapa bilməyəcək və islah da olmayacaq. Və ona görə bunlar bilirsanız, sadəcə təkrarladım. Allah subhanət hələ yenə fürsətdən istifadə edib qardaşımızı təbrik edirik. Allah Teala onun izdivacı xeyirli, bərəkətli eləsin. Allah subaylar arasında belə halatı nəsib eləsin. Allah müsəlmanlara kömək olsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.